Salam, xəbərin brendi günün trendi efirdədir. Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin küləyin təsiri ilə yerini dəyişən Azərbaycan bayrağını düzəltməsi fotosu günün ən bəyənilən fotosu olub. Sosial şəbəkələrin həm Azərbaycan, həm də Türkiyə segmentində insanlar Prezidentin bu səmimi və qürur dolu hərəkətini təqdir edib. İran, İsrailin Berşeva şəhərinə raket zərbəsi endirib. Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat keçirib. Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb. Bundan başqa əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir. Daxili İşlər Nazirliyi yanında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə və piyadalara müraciət edir. Eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcı qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollar hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri də bu qaydalara əməl etməlidirlər. Eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında reysiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Reysiz nəqliyyat vasitəsinin sürücüsü sola və geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşıdan düzünə və sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. ...91 litrlik avtomobil çəninə 953 litr benzin vurdular, amma yenə çən dolmadı. Artıq söhbətin nədən getdiyini bildiniz. Bəzi sürücülərin tez-tez etdiyi iddia, benzin, dizel vurularkən fırıldağa əl atılır. Salam eləki qardaşlar. Bu manın 910 litrlik bakı. Bu 910 litr. Bu bakın ağzının yarımçıq yeri. Bu maşının bakı. Bu birisi maşının bakı. Bu da 910 litrdir. O birisi maşında mandı 910 litrdir. 910 litrlik baka 953 litr yanacaq gedib, bak dolmayıb. Bu zapravka Gəncənin Şəmkir tərəf çıxacağında yolun solunda. Bakıda avtomobil piyadanı vurdu. Piyada hadisə yerindəcə dünyasını dəyişdi. Hadisə müşahidə kamerasına yansıdı. Bakıda ağır yol qəzası baş verib. Milli Məclisin qarşısında taksi ilə skuter sürən yeniyetmə toqquşub. Şahidlərin sözlərinə görə yeniyetmə hadisə yerində dünyasını dəyişib. Bugün saat 17 radələrində Elmlər Akademiyası metro stansiyası ətrafında qəza baş verib. Qəza zamanı işıqfor maşının üstünə aşıb. Haqlı olduğun yerdə haqsız duruma düşmək. Bakıda bir taksi sürücüsü bəlkə də çox sayda müştərisindən adi mədəniyyət qaydalarının pozulduğunun şahidi olub və sonda da öz maşınına elan yerləşdirib. Güya sərnişinləri mədəniyyətə dəvət edir, amma mədəniyyətsiz formada. Belə bir elan heç şübhəsiz ki, sərnişinləri təhqir etməkdir və yəqin ki, buna görə daşımalı olduğu məsuliyyət də var. Sizdən danışırıq, hörmətli tamaşaçılar. Odur ki, ekranda gördüyünüz WhatsApp nömrəmizə sizi maraqlandıran və narahat edən məsələləri çəkin, göndərin, biz də göstərək. Xəbər ziyafətimiz yekunlaşdı. Görüşərik, vədimizə sadiq olaq.